Belki dişleriniz dekkarıysınız. Her gece yattığımızda bazı kere uçuyoruz, bazı kere birinden kaçıyoruz, bazı kere hiç tanımadığımız birileriyle silaşıyoruz. Neden ötürü hiç düşündünüz? Çoğumuz bu dişlerimizin rastgele olduğunu düşünüyoruz. Biz aslında aklımız orada bir iş iyilik. Yuxu, REM ve derin yuxu söylediğimiz iki dala ayrılır. Dişlerimizin çoxu o REM dediğimiz dalda olur. REM halında gözlərimiz örtülü olsa bir əcələ ilə hərəkət elərlər. Aqlımız bizi həsəb elər uyağıq. Bundan ötürü yuxunun o halında həblə işlər. İbəbi aqıl neyniyib qad o halda? Aqlımız o gün yaşadığımızı, dikriyatları saxlar, ihsaslarımızı düzənlər. Elə bunların yanında axı dişlərimiz var. Yəni aqlımız bizə bu işlərini elədiyində bunları bizə çevirib bir filmə, biz də o dişlərdə buna baxırıq. Niyə bəzi dişlər qalxdığımızda təkrarlarıq, öbürləri yoxdur? REM yuxusundan əgər əsən qalxsayız təkrarlarsınız. Bəs dərin yuxuya keçsəyiz, REM yuxusunda gördüklərinizi aqlınız havd eləmədən silir. Aslında hər gecə bir nağda düş görürük. Bəs səbəhdən bir şey qalmır.